Şəmkir rayonunda növbəti söküntü qalmaqalı yaşanır. Bu dəfə yerli icra hakimiyyətinin hədəfində kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən rayon sakini olub. Şikayətçi bildirir ki, bütün fəaliyyətini qanun çərçivəsində qurmağa çalışsa da məmurların qurbanına çevrilib. Tikintinin demək olar ki, yarısından çoxunu tamamlayan sahibkarın obyekti qəfildən heç bir xəbərdarlıq edilmədən sökülüb. Sahibkarın əsas ittihamı isə yerli bələdiyyə və Şəmkir rayon icra hakimiyyəti rəsmilərinə ünvanlanıb. Onun sözlərinə görə ərazidə obyekt tikmək üçün aidiyyatı qurumların qeyri-rəsmi haqq hesabı tam şəkildə ödənilib. Yəni vətəndaş tikintiyə başlamaq üçün yaşıl işıq alıb. Lakin bina ərsəyə gəlmək üzrə ikən icra hakimiyyətinin nümayəndələri əraziyə gələrək tikintinin qanunsuz olduğunu əsas gətirib və söküntü işlərinə başlayıblar. Mən bura bir ətək pul tökmüşəm. Bələdiyyənin də icra hakimiyyətinin də haqq hesabına çatdırmışam. İcazə verdilər, gəlib tikdim. İndi iş yekunlaşır. Gəlib heç bir sənəd səbəb göstərmədən altının üstünə çevirirlər. Deyirlər icra hakimiyyəti sökür, qanunsuzdur. Əgər qanunsuzdur,sa onda məndən niyə pul alırdınız? Mənə dəyən bu qədər ziyanı indi kim ödəməlidir deyə vətəndaş üsyan edir. Ortaya haqlı sual çıxır. Əgər tikinti doğrudan da qanunsuzdur,sa Şəmkir rayon icra hakimiyyətinin memarlıq və tikinti şöbəsi binanın bünövrəsi qoyulanda, divarları ucalanda hara baxırdı? Vətəndaşın iddiası doğrudursa, onun ödədiyi pullar kimlərin cibinə gedib? Hazırda maddi və mənəvi ziyana uğrayan sahibkar aidiyyatı dövlət qurumlarından və hüquq mühafizə orqanlarından bu məsələni araşdırmasını tələb edir. Məsələ ilə bağlı Şəmkir rayon icra hakimiyyətindən mövqe öyrənməyə çalışsaq da, qarşı tərəf hələlik məsələni şərh etməkdə maraqlı deyil. Hayda, kim yollayıb sizi qadağam, hayda? Kur'an söylemeye kim yollayıb başına dönüm? Hani hayda? Har bak, söz derim kim yollayıb? Kim yollayıb, vecedin? Adı familiyası. Gələcək olar deyəcək. Bildi mi? Niye sökürlər? Üstüne deyir. Bu da bu. Bələdiyyə, nə bilim, hamısına hörmətini eləmişik deyirlər. Burada tik, burada qur. Budur bunun sumbası, budur şey. Xarici borcu. Mən də vermişəm. İndi qardaş başına dönün. Baba çağırmışam nümayəndənin zadı. Yer göstəriblər. Qur, tik narahat olma. Sonra da deyirlər ki, budur. Sökülməlidir, vəsiyo. Mən də bu boyda xaş qoyandan sonra bunu sökmək olar mı? Bax bu tikilini. Vaxtında deyərdim. Vəsiyo.